Herkese salam. Bugün yenə qaldığımız yerdən dərslərimizə davam edirik. Bugünkü mövzumuz C#da operatorlar olacaq. Amma bugün videolarımızı daha qısa çəkməyə qərar verdim. Çünki uzun videolar olduqda izləmək də bəzən sıxıcı ola bilir və yaxud da yorucu ola bilir. Ona görə hər mövzunu ayrı-ayrı video şəklində, yəni 2-3 mövzunu birləşdirib çəkməyəcəm. Hər mövzunu ayrı-ayrı çəkəcəm ki, istədiyiniz mövzulara rahatlıqla əliniz çata bilsin. Bugünkü mövzumuz C#da operatorlardır. Gəlin birinci baxaq operator nədir? Operatorlar dəyərlər və dəyişkənlər üzərində əməliyyatlar aparmaq üçün istifadə olunur. Biz əvvəlki dərslərimizdə dəyərlərin və dəyişkənlərin nə olduğunu demişdik. Məsələn, int a bərabərdir 5 yazırıqsa, int burada bizdə tipdir, data tip. A bizdə dəyişkəndir. Bərabərdir 5, yəni oradakı 5 isə dəyərdir, həmin dəyişkənin, yəni A-nın dəyəridir. Həmin bu dəyər və dəyişkənlər üzərində əməliyyatlar aparmaq üçün istifadə olunur. C#da operatorlar 4 əsas növə bölünür. Riyazi operatorlar, mənimsətmə operatorları, müqayisə operatorları və məntiq operatorlar. Əslində daha çoxdur, amma bizim hal-hazırda bilməyə lazım olduğumuz hissələri mən danışıram. Çox da mövzunu uzatmaq istəmirəm. Nəyi istifadə eləyəcəyiksə ən çox, onlardan danışırıq. Riyazi operatorlardan gəlin başlayaq. Riyazi operatorlar ümumi riyazi əməliyyatları yerinə yetirmək üçün istifadə olunur. Riyaziyə bəzən aritmetik operatorlar da deyirlər. Arithmetic operations ingiliscə tərcüməsi belə gedir. Amma bizim dilimizdə aritmetik və ya riyazi operatorlar deyəcəyik. Riyazi operatorlar qeyd etdiyim kimi ümumi riyazi əməliyyatları yerinə yetirmək üçün istifadə olunur. Yəni normal riyaziyyat dərsimizdə öyrəndiyimiz toplama, çıxma, vurma, bölmə, qalığını tapmaq. Bu isə daha çox proqramlaşdırmada daha 2 dəfə qarşılaşılır. Artırmaq və ya azaltmaqdır dəyəri. Yəni bildiyimiz normal toplama, çıxma, vurma, bölmə, qalıq, artırmaq və azaltmaq əməliyyatlarıdır. Şəkildən də göründüyü kimi arithmetic operator yazılıb və eyni əməliyyatlar operatorlar yazılıb. Həmçinin bizim mənimsətmə operatorlarımız da var. Mənimsətmə operatorları isə dəyişənlərin dəyərini təyin etmək üçün istifadə olunur. Yəni məsələn A dəyişənimiz var. Həmin A dəyişəninə bir dəyər təyin eləmək istəyiriksə, bu zaman istifadə olunur. Bunu biz görmüşük, qarşılaşmışıq. Məsələn, int a bərabərdir 5 yazırıqsa, burada bərabərlik istifadə elədik. Bu mənimsətmə operatoru sayılır. Çünki A dəyərinə 5 A dəyişəninə 5 dəyərini verdik. Ondan başqa bizim artırmaq, yəni toplamaq belə deyək, çıxmaq və yaxud da vurmaq nəyəsə, bölmək, qalıqlı bölmə və s. kimi əməliyyatlar var. Amma ümumiyyətlə mənimsətmə operatorları sadə və mürəkkəb olmaqla 2 yerə bölünür. Sadələr dediyimiz kimi bu bərabərlikdir. Hansı ki biz data tipləri, dəyişkənləri öyrənəndə də istifadə etmişdik. Digəri isə mürəkkəb operatorlardır. Bunların hamısına aid kod nümunələri yazacağıq. İlk növbədə nəzəriyyəmizə sürətli bir şəkildə nəzər yetirək. Növbəti operatorumuz müqayisə operatorudur. Müqayisə operatoru da 2 dəyəri və ya dəyişəni müqayisə etmək üçün istifadə olunur. Hamısının da adından bəllidir, yəni çətin bir şey yoxdur. Riyazidirsə riyazi əməliyyatlar yerinə yetiririk. Mənimsətmə operatorudursa mənimsədirik, yəni dəyər təyin eləyirik. Müqayisədə də dəyərlərimizi və ya dəyişkənlərimizi müqayisə edirik. Müqayisənin nəticəsi ya doğru, yəni ingiliscə true, hansı ki biz ingilis terminlərini də bilməliyik. Ya doğru olur, true olur, ya da yanlış, false olur. Bu cür dəyərlərə biz boolean dəyərlər deyirik. Burada da bizim 2 dənə bərabərlik, nida bərabər, böyükdür, kiçikdir, böyük və ya bərabərdir, kiçik və ya bərabərdir işarələrini görürük. Şəkildə daha aydındır. Mən şəkildən izaha daha çox üstünlük verirəm, nəinki sözlərə. Çünki daha yaxşı başa düşülür. Məsələn, 2 dənə eyni bir fiqurumuz var və onların ortasına 2 dənə bərabərlik qoyulub. Burada yəni bunun buna bərabər olub olmamasını yoxlayır. Bu dəyər bu dəyərə bərabərdirmi? Sonra biri böyük fiqurdur, digəri balaca fiqurdur. Böyük olan balacadan daha böyük olduğu üçün böyük işarəsi birinci fiqura baxmalıdır, yəni böyükdür. Eyni qayda onun tərsi, kiçikdir işarəsi bu daha, yəni bu kiçikdir, sağdakı daha böyükdür.
Sonra qırmızı rəngli bir fiqurumuzun qara rəngli bir fiqurdan eyni olmadığını göstərir. Yəni eyni deyil, inkar eləyir, bərabər deyil. Qara qutu böyük qara bu böyük olduğu üçün balacadan daha böyükdür və ya bərabərdir ifadəsini istifadə edə bilərik. Məsələn, biz yaza bilərik riyaziyyatdan, bilirik ki, 6 böyük bərabərdir 5 yaza bilərik. Niyə? Baxmayaraq ki, 6 5-ə bərabər deyil, amma böyükdür şərtini ödəyir. Ona görə, yəni bu düzgün bir nəticəyə gətirib çıxardır. Yəni bu buna bərabər olmasa belə böyükdür şərtimizi ödəyir. Eyni qayda kiçikdir, bərabərdir üçün uyğundur. Birinci fiqurumuz o birisi fiqurdan daha kiçikdir. Bərabər olmasa da bu şərti ödəyir. Eyni qayda ikisi də eyni fiqur olsaydı da yenə bu şərt ödəniləcəkdir. Çünki bərabərlik şərtimiz həyata keçmiş olacaqdı. Bir digər operatorumuz məntiqi operatorlardır. Müqayisə operatorlarında olduğu kimi məntiqi operatorlarda true və false, yəni doğru və yanlış dəyərləri yoxlamaq üçün istifadə olunur. Məsələn, bizim and var, 2 dənə and operatorumuz, sonra or var, 2 dənə düz xətt, sonra inkar var, yəni not inkar eləyir. And sadəcə hər ikisində ortaq olanları seçir, yəni riyaziyyatdan bildiyimiz kimi kesişməni. Or hər ikisində olan ifadələri götürür, dəyərləri götürür. Bu da bizdə birləşmə anlayışını gətirib çıxardır riyaziyyatdan. Not isə inkardır. Bu da riyaziyyatda fərq anlayışı var idi. Belə bir işarə var idi. Yəni fərq, məsələn, A çoxluğunun B çoxluğuna fərqi hal-hazırda şəkildə bu ifadə olunub. Yəni A-nın içindən B-nin içində olanları çıxırıq və A-da qalanları, geridə qalanları götürürük. Yəni sadəcə A-da olanlar, B-nin içində olmayanlar. Yəni bu da inkarı ifadə eləyir. Ümumi nəzəriyyəmiz budur. Bir də mənim sizə demək istədiyim hissə operator və operand anlayışları var. Bizim bu toplama, çıxma, vurma, bölmə bunlar hamısı operator adlanır. Operandlar isə bu hansı dəyərlər və ya dəyişkənlər üzərində əməliyyat aparırıq? Həmin dəyərlərimiz bizim adlanır operantlarımız. Yəni 5 və 9 hal-hazırda burada operantdır. Toplama isə bizdə operator olaraq bildirilir. İndi isə bunları praktiki olaraq daha yaxşı başa düşmək üçün və nəticələri görmək üçün işləyək kodlarımızı. İlk növbədə burada artıq keçən dərslərimizdən qalan hissələrimizi silək ki, bizdə qarışıqlıq yaratmasın. Burada əlavə bir sinif yaratmışdıq. Bunu da silək. Həmçinin burada ilk dərsdən bizim qalan proyektimiz var idi. Bunu da silə bilərik. Delete düyməsinə basırıq və OK. Və burada da bizim student var. Bu da lazım deyil bizim üçün. Bunları silək artıq şeyləri. Aha. Qaldı sadəcə program CS-imiz. İndi isə biz bu gün kodlarımızı, bayaq izah etdiyimiz nəzərlərin kodlarına baxacağıq. Operatorlardan birinci başlayaq riyazi operatorların üzərində kodlarımızı yazmağa. Deməli, bizim belə bir ifadəmiz var, region və end region. Bu nədir? Yəni, bu aralıqda olan kodlarımız, yəni regionla end region arasında olan kodlarımız, yəni bir qruplaşdırma eləmiş oluruq da. Yəni bu bir hissə, sonra bir dənə də region açıb onun içinə yenə kodlar yazmaq mümkündür. Sadəcə bizim anlayışımız üçün, yəni bu hissə riyazi operatorlar olacaq, növbəti hissə məntiqi, müqayisə və s. bunlar olacaq deyə bizim üçün daha rahatdır. Amma gəlin başına yazaq ki, hətta regionə səhv etmirəmsə ad vermək də mümkündür. Riyazi operator. Yəni biz bunu bağlasaq, sadəcə riyazi operator kimi görsənəcək. Yəni söz uzundur deyə daha qısaldı. Okay, bura bizim riyazi operatorumuzdur. Və gəlin onlar üzərində əməliyyatlarımıza başlayaq. Riyazi operatorlarımız dedik ki, nə var? Toplama, çıxma, vurma, bölmə və qalıqlı bölmə deyə əməliyyatlarımız var. Gəlin ilk növbədə toplanmanı həyata keçirək. Tutaq ki, bizim bir dəyərimiz var. Int A bərabərdir 5 və int B bərabərdir 8 olsun. Və biz bunların cəmini ekrana çıxartmaq istəyirik.
Bunların cəmini ekrana çıxartmaq istəyirik. A üstəgəl B. Baxın, A operand, B operand, toplama isə operatordur. Bunları toplayırıq. Gəlin baxaq görək nəticəmiz nə qayıdacaq. Aha, gördüyümüz kimi 8 ilə 5-i toplayıb nəticəni ekrana qaytardı 13. Bu bizim toplama operatorumuz. Həmçinin toplamanı bu cür də həyata keçirə bilərik. Məsələn, bir dənə də dəyişən təyin edək. Int C bərabərdir A üstəgəl 4 tutaq ki. Və ekranda həmçinin C-nin də dəyərini çıxardaq. Aha. Baxın, birinci sətr console write line A plus B-ni həyata keçirdi. 8 ilə 5-in cəmi 13. Daha sonra console write line C-nin dəyərini çıxartdı. C-nin dəyərini çıxartmaq üçün birinci C-nin neçə olduğunu hesablayır. A-nın dəyəri 5 idi. 5-in üzərinə 4 gəldi. Cavab alındı 9. Baxın, nəticədə də 9 kimi çıxardım. Yəni düzgün işləyir. Bu bizim toplama operatorumuz. Eyni qaydada bizim çıxma operatorumuz da var. Gəlin indi bunu silək. Gəlin bunu da silək, artıq olmasın, qarışmasın. Yenə yazaq. Console C və W yazıram. Avtomatik console write line çıxır. A çıx B yazıram. Və bunu ekrana çıxardıram. Baxın, nəticəni -3 olaraq ekrana qaytardı. Çünki 5-dən mən A-dan B-ni çıxdığım üçün 5-dən 8 çıxır və 5-dən 8 çıxanda da mənfi dəyər alınır. Yəni -3 alınır və nəticəmiz bu cür çıxmış olur. Həmçinin mən bir şey də qeyd edim burada. Mən istəsəm bunların məsələn A üstəgəl B-ni C-yə mənimsədərəm. A çıx B-ni də D-yə mənimsədərəm və ekranda A plus B deyil də C və D-ni çıxardaram. Yəni avtomatik o əməliyyatları yerinə yetirir. Sadəcə bu əməliyyatı yerinə yetirdikdən sonra alınan cavabı C-yə mənimsətdim. Burada da çıxma əməliyyatını həyata keçirəndən sonra alınan cavabı D-yə mənimsətdim və ekrana sadəcə C ilə D-ni çıxartıram. Bu cür də yazmaq mümkündür. Və baxıram ki, yenə eyni dəyərlərimiz ekrana çıxmış oldu. Yəni heç bir şey dəyişmədi. Sadəcə əlavə bir dəyişən təyin elədim. Amma bu daha səmərəli deyil. Yəni yaddaşda artıq yerinə tutaq. Yəni birbaşa dəyərimizi, yəni hesablama alqoritmimizi belə yazmaq varkən niyə əlavə bir dəyər yazaq? Yaddaşda yer tutaq. Yəni ehtiyac yoxdur. Biz B-ni də silmiş olduq deyəsən burada. Qaytaraq geri. Bəli, B-ni qaytaraq geri. Hətta belə eləyək. C ilə D-də artıq təyin olunmamış olsun. Aha, bu cür. Bizim hansı əməliyyatlarımız qaldı? Toplamadan danışdıq, çıxmadan danışdıq, vurmanı danışaq. Console write line A vurulsun, vurulsun da ulduz işarəsinə işarə olunur. B. Baxıram nəticəni nə qaytarır. 5 8-ə vurmalıdır və 40 olmalıdır. Və baxıram ki, cavab 40-dır, düzgündür. Daha sonra bizim nə qaldı? Bölmə əməliyyatımız console write line A bölünsün B. A-nı B-yə böləcək. İndi baxaq nə kimi bir proses baş vermiş olacaq. Baxın, A-mız neçə idi? 5. B-miz neçədir? 8. A-nı B-yə bölürük. Yəni 5-i 8-ə bölmüş oluruq. 5-i 8-ə bölən zaman bizim tam neçə alınır? 0 alınır. Yəni 5 böl 8-də yəni 3 tam neçəsə alınmır. 0 tam alınır. Deməli bizim orada tamımızı çıxardır. Yəni ilk ədəd nədirsə onu çıxardır. Amma mən yerləri dəyişsəydim, gəlin A-ya 8 yazaq, B-yə də 5 yazaq. Baxın nə çıxardacaq. Nəticəni 1 qaytardı. Niyə? Çünki 8-i 5-ə bölürük. 8-in içində 5 bir dəfə yerləşir və qalığa baxmır. Sadəcə tamını çıxardır. 8-i 5-ə bölürük, qalıq 1, daha doğrusu tam 1, qalıqda isə 3 alınır. İndi isə gəlin tiplərimizi dəyişək. Burada biz int tipi yazmışıq. Biz də bilirik ki, int tipində kəsrləri saxlamaq mümkün deyil. Biz ancaq double və floatdan istifadə etməliyik. Double saxlasaq, ya da gəlin mən sizə birinci floatu göstərim. Float yazsaq, A-nın tipi float olsun, B-nin tipi də yenə float olsun. Və biz 8-i bölək, burada 3 yazmışıq, 5-ə bölək. 8-i 5-ə bölək. Baxın, nəticəmiz artıq 1,6 olaraq qaytardı.
Əm, yaxşı, bəs double olaraq yazsaq nə olardı? Double. Nəticəmiz yenə 1,6-dır. Niyə? Çünki 6-dan sonra heç bir rəqəm gəlmir. Amma biz məsələn bura 3 yazası olsaq, double tipindən 3 yazdıq. Baxın, artıq double tipi demişdik axı bizdə daha böyük kəsrləri ifadə edir. Nəticəmiz belə bir rəqəm olduğu üçün onun hamısını ifadə elədi. Amma biz burada double deyil də float yazsaydıq, 8-i bu dəfə 3-ə bölürük. Float yazsaydıq, nəticəmizi ekrana çıxardaq. Hə, baxın, artıq daha nisbətən qısa versiyasını yazmış oldu. Yəni double-da daha uzun idi, 6-ların sayı daha çox idi, amma float-da daha qısa versiyasını çıxartmış oldu. Çünki daha balaca kəsirləri ifadə eləyir float. Int-də isə ümumiyyətlə kəsir göstərmirdi, sadəcə nəticəni tam hissəsini göstərirdi, arxasını göstərmirdi. Yəni belə deyək, vergüldən sonra hissəni göstərmirdi, ancaq tamı göstərirdi. Daha sonra bizim qalıqlı bölməmiz mövcuddur. Gəlin CV yazıb console write line-da A faiz B yazaq və bizim burada qalığımızı göstərəcək. Baxaq görək nəticəmiz nə qayıdacaq. Nəticəmiz 2 qaytardı. 8-i 3-ə böləndə biz bilirik ki, 8-in içində 3 2 dəfə yerləşir. 2 vur 3 6, 8-dən də 6 çıxanda qalıqda 2 qalır. Baxın, bizdə demişdik axı faiz qalığı göstərir. Yəni qalıq neçədirsə, həmin dəyəri ekrana çıxartmış olur. İstəyirsinizsə 5 nəticəsini də göstərə bilərik. 5 yazaq. Baxın 8 böl 5 yenə qalıqda 3 alındığı üçün nəticəmiz 3 olaraq ekrana çıxmış oldu. Yəni int yazsaq nəticə dəyişərmi? Gəlin baxaq, yoxlayaq. Int. Burada int. Baxın yenə eyni nəticə. Heç bir yəni dəyər dəyişmədi, cavab dəyişmədi. Nəticəmiz 3 olaraq qayıtdı. Çünki bizə ancaq qalıq hissəsi lazımdır. Bu bizim riyazi operatorlarımızdır. İndi isə sıra gəlir bizdə. Mən müqayisə səhv eləmirəmsə operatorlarından danışmışdım. Yox, mənimsətmə operatorlarından. İndi isə sıra mənimsətmə operatorlarındadır. Gəlin bunun üçün də bir region açaq. Bir də end region yazaq ki, yəni sonu burada bitəcək. Ona da ad verək. Mənimsətmə operatorları. Tamam. Biz demişdik ki, mənimsətmə operatorlarımız nədir? Bərabərdir. Sadə mənimsətmə operatorumuz var. Bir də mürəkkəblər var. Bu mürəkkəbləri də hamısını bir-bir qeyd eləyək. Deməli, bərabər, topla bərabər, çıx bərabər, vur bərabər, böl bərabər və faiz bərabər bizim mənimsətmə operatorlarımız bunlardır. İndi isə bunlar üzərində olan əməliyyatlarımızı həyata keçirək. Elə ilk əməliyyatımızı bayaq yazdıq. Məsələn, hər hansısa bir dəyişənə dəyər təyin ediriksə, yuxarıda biz A dəyişənindən istifadə eləmişik deyə. Gəlin bunların hamısını şərh, yəni kommentə alaq ki, artıq oradakıları oxumasın. Baxın, artıq A dəyərimizi error olaraq çıxartmadı. Baxın, burada mən sadə mənimsətmə operatorundan istifadə eləmişəm. Sadəcə bərabərlikdən istifadə eləmişəm. Bu sadə mənimsətmə operatorudur. Yəni əslində biz kod yazarkən bunu istifadə edirdik. Sadəcə nə olduğunu indi anlamış olduq ki, bu mənimsətmə operatoru imiş. Həmçinin bizim mürəkkəb mənimsətmə operatorlarından topla bərabər var. Tutaq ki, biz A-nın dəyərinin üzərinə 5 gəlmək istəyirik. Bu deməkdir. A-nın dəyərinin üzərinə 5 gəl. Bunu bu cürdə yazmaq mümkündür. Yəni bunu kommentə alaq, belə yazaq. A bərabərdir A üstəgəl 5. Əslində baxanda riyazi cəhətdən məntiqə uyğun deyil. Yəni biz öyrənmişik ki, başqa bir dəyər, yəni necə A-nın özünün qiyməti A-nın dəyərinin 5% artmış qiymətinə bərabər ola bilər. Belə riyaziyyat cəhətdən məntiqli gəlmir, amma proqramlaşdırmada, yəni bu düzgün bir yazılış sistemidir. Yəni A-nın dəyərinin üzərinə 5 gələcək və A-nın yeni dəyəri yeni qiymət olacaq. Bu da neçə olacaq? 13 olacaq. Yəni ekrana çıxardaq A-nımızın dəyərini.
Baxın, nəticəmiz 13 qayıtdı. Baxmayaraq ki, biz yuxarıda 8 olaraq təyin eləmişdik. Amma ondan sonra gələn sətirdə A-nın dəyərini 5% artırdığımız üçün artıq 8 deyil, 8-in 5% artmış dəyəri, yəni 13 qaytarmış oldu. Ə, Həmçinin azaltma yəni mümkündür. Gəlin o biri yolla yazaq. A çıx bərabərdir. Tutaq ki, 3 yazdıq və yenə A-nı ekrana çıxardaq. Görək nə baş verəcək. Nəticəmizi 10 olaraq qaytardı. Gəlin burada olan mexanizmi başdan izah edeyim. Baxın, A-nın dəyəri 8 olaraq qeyd olunmuşdu. Növbəti sətirdə A-nın dəyərini 5% artırdıq. Oldu 13. A oldu 13. A-nın dəyəri artıq 13-dür. İndi isə A-nın yeni dəyəri, yəni 13-ü, 8-i yox, 13-ü, çünki burada 13 elədim. 13-ü azaldıram 3 vahid. Və cavab neçə olur? 10 alınır. Baxın, nəticəmiz də 10-dur. Yəni artıq düzgün işlədi. Əgər bunu biz kommentə alsaq, yəni bu sətri oxumasaq, sadəcə bunu və bunu oxusa, bəli, onda nəticəmiz nə olaraq qayıdacaq? 5 olaraq qayıdacaq. Baxın, 8 idi, 8-i 3% azaltdı, 5 oldu. Yəni bu cür. Bu da bizim çıxma əməliyyatımız. Sonra bizim vurma əməliyyatımız var eyni qayda ilə. Gəlin 8-i 3% azaldaq, eləyək 5. Bilirik ki, burada yazaq. Dəyər 5 oldu. İndi isə dəyərimizi 5-i, yəni nə isə vuraq. Məsələn, A dəyərini vuracağam. Tutaq ki, 6-ya. Nəticəmiz necə neçə qaytaracaq? Yəni məncə hər kəs təxmin eləyir. Nəticəmiz 30 olmalıdır. Bəli, nəticəmiz 30 olaraq ekrana qayıtdı. Niyə? Yenə başdan baxaq. 8 idi A, 8-i 3% azaltdıq, oldu 5. Yeni dəyər artıq 5-dir və 5-i 6-ya vurduq. Nəticəmiz 30 olaraq qayıtdı. Yəni dediyim kimi A vur 6, A vur bərabərdir 6 da yaza bilərik. Eyni qaydada A bərabərdir A vurulsun 6 da yaza bilərik. Heç bir fərqi yoxdur. Yenə 30 dəyərimiz ekrana qayıdır. Yəni heç bir fərqi yoxdur. Amma mən daha çox yuxarıdakı formadan istifadə edirəm. A vur bərabərdir 6-dan. Yəni çox yerdə də məncə bundan istifadə olunur. Yəni hər kəsin seçimlərindən asılıdır artıq bu yazılış stili. Vurma bərabəri də yazdıq. İndi isə sıra bölmə bərabərdədir. Gəlin 30-u, artıq burada dəyərimiz neçə oldu? Dəyər 30 oldu. İndi isə yeni dəyərimizi bölək neçəyə? Məsələn, 7-yə. Baxaq görək dəyərimiz neçə olaraq qayıdacaq. Dəyərimizi 4 olaraq qaytardı. Bayaqki bölmə əməliyyatını yerinə yetirdi sadəcə. 30 idi. 30-u 7-yə böldün. 3 dəfə yerləşir içində, 4 dəfə yerləşir. Yəni tam hissəmiz 4-dür. Buna görə nəticəni 4 qaytardı. Bəs niyə kəsr hissələrini göstərmədi? Çünki biz tip olaraq int verdiyimiz üçün, int də kəsr ədədləri saxlamadığı üçün artıq dəyərimiz 4 olaraq qayıtdı. Yəni tam rəqəm kimi qayıtdı, kəsr kimi deyil. Təbii ki, biz bunu istəsək, məsələn, double eləyərik. Cavabı kəsrlə görmək istəyiriksə, bu zaman kəsrlə cavabımızı ekranda görmüş ola bilərik. Baxın, 4 tam və arxasında bu cür rəqəmlər. Yəni artıq tam formada bunun kəsrini görmüş olduq. Həmçinin bizim faiz bərabərimiz də var. Yəni A dəyərini mənimsədirəm. A dəyərini mənimsədirəm. Yəni qalığını göstərmək istəyirəm. Məsələn, 3 yazsaq nə olar nəticəmiz? Baxaq görək. Aha. Burada biz bayaq 4 tam neçəsə görmüşdük. Bir dənə təzədən buranı bağlayaq, nəticəmizi yadda saxlayaq. 4 tam, yəni bu rəqəm çox böyük rəqəmdir, bunu oxumağa dəyməz. 4 tam təxminən 285 yazaq. 285. Bu rəqəmi biz 3-ə bölürük və 3-ə bölünəndə qalan qalığı biz ekranda görmüş oluruq. Baxın, yəni belə deyək, təxmini 4-dür. 4-ü 3-ə böləndə qalıq nə qalır? 1 qalır və bu da onun arxasıdır, yəni. Nəticəmiz də bu kimi qalmış olur. Yəni bu bizim qalıq hissəmiz. Bundan başqa bizim bu mənimsətmə operatorlarımız idi. İndi isə keçək növbəti hissəyə, yəni müqayisə operatorlarına.
Yaxşı, müqayisə operatorları üçün də bir dənə region açaq. Bunlara biz artıq şərh alaq ki, kodlar bir-birinə qarışmasın. Növbəti müqayisə operatorları. Müqayisə operatorları. Və end region'ımızda yazaq. Tamam. Müqayisə operatorlarımız nədir? 2 dənə bərabərdir, nida bərabərdir, böyükdür, kiçikdir, böyük bərabərdir, kiçik bərabərdir. Mən istəyirəm əslində birinci bunlardan başlayaq. Çünki hər kəsin bildiyi rahat mövzulardır, rahat hissələrdir. Riyaziyyat dərsindən bildiyimiz kimi. Məsələn, bizim bir dəyərimiz var. Olsun intdən məsələn olsun yaş. Yaş olsun 25. Bir dənə də buna yaş 1 yazaq. Buna da yaş 2 yazaq. Buna da dəyər verək 30. Və ekranda çıxardaq. A böyükdür. Burada yox. A yox, bağışlayın. Yaş 1 yazmışıq. Yaş 1 böyükdür. Yaş 2. Görək nəticəni nə qaytaracaq. Baxaq. Nəticəmizi false olaraq qaytardı. Hansı ki, Azərbaycan dilində, yəni yanlış mənasını verir. False. Biz deyirik ki, yaş 1 yaş 2-dən böyükdürmü? Biz sual veririk. Yaş 1-imizin dəyəri 25-dir, yaş 2-mizin dəyəri 30-dur. 25 30-dan böyükdürmü? deyə bir sual veririk. Və nəticə böyük deyil olduğu üçün, yəni böyük deyil, yəni yanlışdır. Bu zaman false dəyərimizi ekrana çıxardır. Yox, əgər mən işarəmizi tərsinə dəyişməli olsaydım, məsələn, yaş 1 yaş 2-dən kiçikdirmi deyiriksə, bu zaman nə olacaq? True qaytaracaq. Çünki bəli, düzgün bir məntiqdir. 25 30-dan balacadır. Hə, düzgündür. Eyni qayda biz kiçik və ya bərabərdir bu cür yazılır. Biz normalda riyaziyyatda öyrənmişik. Kiçikdir işarəsini qoyuruq və bunun altından bir dənə xətt qoyuruq. Amma proqramlaşdırmada sadəcə yanına bərabər işarəsi qoymaq, kiçik bərabərdir. Yaş 1 yaş 2-dən kiçik və ya bərabərdirmi? Nəticəmiz truedur. Bəli, kiçikdir. Kiçik olduğu üçün yaş 1 yaş 2-dən nəticə düzgündür. Yəni baxmayaraq ki, bərabər deyil, amma kiçikdir işarəsini ödəyir. Bəs yaş 1 yaş 2-dən böyük və ya bərabərdirmi? False. Böyük də deyil, bərabər də deyil. Yəni heç birini ödəmədi. Nə böyükdür, nə bərabərdir. Yaxşı, mən buna da 25 yazası olsam, 30-u silək. Buna da 25 yazaq. Nəticəmiz görək, həqiqətən true qaytarırmı? Bəli, qaytarır. Çünki 25 25-ə bərabərdir. Yəni böyük olmasa da, böyükdür şərtini ödəməsə də, bərabərdir şərtini ödədiyi üçün artıq nəticəmiz true olaraq qayıtmış oldu. Daha sonra bu bizdə kiçik böyük, kiçik bərabər, böyük bərabər, inkar və bərabərdən danışacağıq. Burada gələn elə bu olduğu kimi qalsın. Yaş 1 yaş 2-yə bərabərdirmi? Sual verir sanki. Yəni yoxlayaq, bərabərdirmi ya yox? Yəni belə özümüz görürük ki, 25 25-ə bərabərdir və nəticə nə qaytarmalıdır? True. Baxın, o da eyni nəticəni qaytardı, true nəticəsini qaytardı. Yaxşı, birini 26 eləyək, birini 25 qalsın. Bu 26 olsun. Yaş 1 yaş 2-yə bərabərdirmi? Baxırıq, false. Çünki 25 26-ya bərabər deyil. Biz burada yazmalıyıq. Burada deməli bizim var bərabər, yox, daha doğrusu bərabər, inkar, yəni bərabər deyil, kiçikdir, böyükdür, kiçik bərabərdir və böyük daha doğrusu böyük bərabərdir və kiçik bərabərdir. Aha, biz indi bu 4 dənəsinə baxdıq, bərabərdirmi buna baxdıq və inkara baxırıq. Yaş 1 yaş 2-dən bərabər deyilmi? Yəni bizə burada fikir olaraq deyir ki, yaş 1 yaş 2-yə bərabər deyilmi? Deyil. Yəni daha necə izah edeyim? Baxın belə. Yaş 1 yaş 2-yə bərabər deyil deyir. Yəni deyir ki, yaş 1 yaş 2-yə bərabər deyil. Sən də həmin fikrin düz və ya yanlış olduğunu deyəcəksən. Düz deyirsən true, səhv deyirsən false deyəcəksən. Baxırsan, yaş 1 25-dir, yaş 2 26-dır. Bu da deyir ki, yaş 1 yaş 2-yə bərabər deyil. Deməli düz deyir. Deməli nəticə true qaytarmalıdır. Baxın, nəticəmiz truedur. Çünki bu düz deyil. Yaş 1 yaş 2-yə bərabər deyil. Bəs yaxşı, bunu da 25, bunu da 25 eləsək, burada artıq false qaytarmalıdır. Niyə? Çünki yaş 1 yaş 2-yə bərabərdir. Amma bu deyir ki, yaş 1 yaş 2-yə bərabər deyil.
Bu fikir yanlış fikirdir. Ona görə nəticəmizi false olaraq qaytardı. Yəni inkar da bu cür. Yəni nə yazmışıqsa həmin ifadənin inkarını qaytarmış olur. Bundan başqa bizim sonuncu məntiqi operatorlarımız var. Məntiqi operatorlarımız haqqında danışaq. And, or və inkardır. Gəlin ilk növbədə bu hissələrimizi də kommentə alaq və bir region açaq yenə və end region və adı olsun məntiqi operatorlar. Aha. Məntiqi operatorlar dedik ki, burada yazaq. And, or, yəni və ya, and isə və deməkdir. Bir də inkar var, yəni not. Bunlar nədir? Məsələn, bizim intdən A dəyərimiz 5-dir və intdən B dəyərimiz olsun 3. Və biz deyirik ki, console write line ekrana çıxardacaq. Nəyi çıxardacaq? A böyükdürsə 3-dən və B kiçikdirsə 4-dən. Nəticəmizdə burada məntiqi bir əməliyyat aparmış olduq. Yəni A-nın 3-dən böyük olmasını yoxlayır. B-nin də 4-dən kiçik olmasını yoxlayır. Əgər hər iki şərt doğrudursa, nəticəmiz doğru olaraq qaytarılacaq. Əgər yox, şərtlərimizdən içində ən az bir dənə false varsa, bu zaman nəticəmiz false qaytaracaq. Yəni yanlış qaytaracaq. Yəni and operatoru daha ciddi bir belə baxaq da, yəni mənim öz baxış tərzimə görə and operatoru daha ciddi bir operatordur. Yəni şərtlərin içərisindən ən az bir dənə yanlış olanı varsa, cavabı yanlış olaraq qaytarır. Yox, əgər hər şey yerli yerindədirsə, bütün şərtlər doğru ödənilibsə, nəticəni true olaraq qaytarır. Yəni içində bir dənə false olmağı kifayət edir ki, ümumi nəticəni false olaraq qaytarsın. Baxın indi nəticəmizdə baxaq görək şərtimizi nə qaytaracaq. Birinci özümüz təxmin eləyək, sonra nəticəni yoxlayaq. A 5-dir. 5 3-dən böyükdürmü? Bəli, bura truedur. Birinci ifadə truedur. B kiçikdir 4. Baxıram 3 4-dən kiçikdirmi? Bəli, kiçikdir. Bu da true. Hər iki ifadəmiz true, yəni doğru olduğu üçün və biz bunu and-lə bağladığımız üçün nəticəmiz true olaraq qayıtmalıdır. Baxaq. Bəli, nəticəmiz true olaraq qayıtdı. Düzgündür. Yəni bir dənə özümüz bilərəkdən bir səhv eləyək. Məsələn, B 4-dən kiçik olmasını deyil də 2-dən kiçik olmasını yoxlayaq. 3 axı 2-dən kiçik deyil. Bu hissəmiz false olacaq. Bura false, bura isə truedur. Və avtomatik nəticəmizi nə qaytaracaq? False qaytaracaq. Çünki içində ən az bir dənə səhv olanı var. Baxırıq ki, nəticəmiz false olaraq qayıtdı. Yaxşı, hər ikisini səhv eləmiş olsaq nə olacaq? A-nın 3-dən kiçik olmasını yoxlayaq. Amma 5 3-dən kiçik deyil. Bu da false-dur, bu da false-dur. Yenə cavabımız false qaytaracaq. Çünki biz demişik ki, fərqi yoxdur içində nə qədər false olması var. Sayın önəmi yoxdur. Əsas odur ki, ən az bir dənəsi false olsun. Cavabın false qaytarması üçün. Bura aydındırsa, mən indi sizə bir dənə də operator var. Əslində mən bunu demək istirdim slaydı hazırlayan zaman. Tək and operatoru, tək or operatoru. Yəni burada baxın 2 dənə and yazılıb, 2 dənə düz xətt qoyulub. Amma burada da yəni 2 dənə and-dən istifadə etmişik, amma həmçinin bir dənə and operatoru olan da var. Bəs yaxşı, bu 2 and-lə bir and-in fərqi nədir? Biz demişik ki, and operatorunun məqsədi nədir? İçində bir dənə false tapsın. Məsələn, birinci şərti yoxlayır. Əgər birinci şərt false-dursa, ki burada bəli 5 3-dən kiçikdir. Baxın, A 5-dir, 5 3-dən kiçikdir. Bura false-dursa, avtomatik ikincini yoxlamır heç. Çünki bir dənə false-umuz var əlimizdə. İkincini yoxlamır və nəticəni false olaraq qaytarır. Nə vaxt olur bu? Bu 2 dənə and operatoru olanda. Amma tək bir dənə o and operatoru yazılsaydı, bunu da yoxlayacaqdı. Baxmayaraq ki, bu false-dur. Yəni bilirik ki, nəticə false qayıdacaq. Bunu da yoxlayır, keçir o birisini də yoxlayır, ondan sonra cavabı çıxardır. Amma 2 dənə and operatoru olanda bunu yoxlayır. Burada false varsa heç ikincini yoxlamır, avtomatik nəticəni false olaraq qaytarır. Bəs yaxşı,
Sizcə hansı daha sürətli bir operatordur? Mən bu sualın cavabını özüm deyil də sizə buraxıram. Yəni mən izah elədim hər ikisinin işləmə məntiqini. Cavabı isə sizlərdən gözləyirəm. Zəhmət etsəm cavablarınızı şərh bölümlərində yazarsınız və baxaraq görək, yəni kim daha düzgün cavab verib və nəticəni mən növbəti dərsimizdə izah eləyəcəm. Hansı, yəni cavabı cavablandıracağam. Hansı daha sürətli operatordur, operantdır daha doğrusu belə deyək. 2 əndmi daha sürətlidir, yoxsa 1 əndmi daha sürətlidir? Bu cavabı şərhlərdə yazmanızı xahiş edirəm. İndi isə keçək OR operatorumuza. Yaxşı, OR nədir? Bayaq mən operant dedim bu arada. Operant deyil, operatordur. Çünki operantlar dəyərlər idi. Gəlir OR-a. OR-un işləmə məntiqi nədir? 2 dənə düz xətt qoyuruq, yəni OR. OR-un işləmə məntiqi bu cürdür. Ənddən fərqli olaraq OR içində ən az bir dənə düz olanı varsa, nəticəni düz olaraq qaytarır. Yox, içində heç bir düz yoxdursa, hamısı səhvdirsə, avtomatik nəticəni səhv olaraq qaytarır. Baxaq görək burada nə çıxartmalıdır cavabımızı. A 3-dən kiçikdir. Düzmü deyir? 5 3-dən kiçikdir. Xeyr, düz demir. False-dur. B 2-dən kiçikdir. 3 2-dən kiçikdirmi? Xeyr, bu da false-dur. Nəticəmiz nə qaytaracaq? False. Çünki içində heç olmasa bir dənə true yoxdur. Baxıram ki, false olaraq qayıtdı nəticəmiz. Baxın, ki bir dənə də olsun düz yoxdur. Amma gəl içindən bir dənəsini düz eləyək. Məsələn, A kiçikdir 6. 6. Yəni 5 6-dan kiçikdir. Bəli, düzdür. Bunun səhv olmasına baxmayaraq, B kiçikdir 2-nin səhv olmasına baxmayaraq, A kiçikdir 6 düzdür deyə nəticəmiz düz qayıdacaq. Yəni AND operatorunun işləmə məntiqinin tamamilə tərsidir. İçində ən az bir dənə düz olmalıdır ki, nəticə düz qayıtsın. Amma AND-də necə idi? İçində ən az bir dənə səhv olmalı idi ki, nəticə səhv qayıtsın. Yenə eyni qayda ilə bu AND operatorundan OR operatorunda, yəni tək AND-lə tək OR-un fərqi elə tək AND, daha doğrusu cümləmi səhv işlətdim deyəsən, cüt AND-lə tək AND-in fərqini izah elədim. Yəni tək AND bir dənə şərti yoxlayır. Yəni əgər onun istədiyi cavabı çıxardıbsa, promoy cavabı gedir. Yəni hamısını yoxlamır. Amma tək AND hamısını yoxlayır, ondan sonra cavab çıxardır. Eyni qayda orada da aiddir. Yəni 2 dənə düz xətt OR bütün hamısını yoxlamır, bir dənəsini yoxlayır. Məsələn, bir dənə true gördüsə, avtomatik nəticəni true qaytaracaq. Amma bir dənə OR işarəsi hər bütün şərtlərimizi yoxlayacaq, ondan sonra nəticəmizi ekrana qaytaracaq. Bunda müqayisə elədik. Tamam. Bizim nə qaldı? Not qaldı. Yazaq. Məsələn, deyək ki, A notu belə ifadə edə bilərik. A kiçikdir 6 və bayaqkını silməyək vəbşəyədən. Bu qalsın olduğu kimi. Buranın da cavabı nə idi? Bir daha fikirləşək təzədən. A 6-dan kiçikdirmi? Bəli. Bu true'dursa, avtomatik cavab true'dur. Heç buranı yoxlamağa ehtiyac yoxdur. Bu true'dur. Və mən bunun qabağına inkar qoyanda, amma bu ifadəni mötərizəyə almalıyam ki, ümumi baxsın. Yəni bu ifadənin inkarı. İfadənin içi true idi. Və onun inkarı, true'nun inkarı nədir? True'nun inkarı false-dur. False-un inkarı da true'dur. Baxın, bu mötərizənin içi true idi və onun inkarını verdi ekrana, yəni false qaytardı. Yox, əgər hər ikisini də səhv yazsaydıq, məsələn, A kiçikdir 3 olsaydı, o da B kiçikdir 2, bu ifadənin içi false-dur, false-un da inkarı true-dur. Ekrana true nəticəmizi qaytarmış olacaq. Baxın, true nəticəmiz qayıtmış oldu. Yəni, məntiqi operatorlarda bu cürdür. Bunları da şərh alaq. Aha, mən bugün sizlər üçün müəyyən bir tapşırıqlar vermək istəyirəm ki, özünüz sərbəst şəkildə bu mövzuya aid
tapşırıqlar işləyəsiniz hər bir operatora aid və mən həmin mövzunun, sualların daha doğrusu izahını növbəti videoda sizlərə izah eləyəcəm. Və siz də özünüz ilk növbədə düşünməyə çalışın həmin sualların cavablarını. Daha sonra isə mənim izahlarımla düşündüyünüz cavabların həqiqətən doğru olduğunu aydınlaşdırmış ola bilərsiniz. Amma ilk növbədə bu videonun şərh bölməsində cavablarınızı paylaşmağınızı xahiş edirəm və növbəti videomuzda artıq həmin sualların izahları veriləcək. İndi isə mən sualları bura yerləşdirim. Tapşırıqlar bu cürdür. Sual 1, 2, 3 və 4-cü tapşırıq. Yəni hər operatora uyğun tapşırıqlar vermişəm və bunların cavablarını şərh bölməsində yazın və növbəti dərsimizdə mən artıq bunların cavablarını və məntiqlərini sizə izah edəcəm və artıq doğru cavabları əldə etmiş olacaqsınız. Bugünlük dərsimiz bu qədər. Dərsi dinlədiyiniz üçün təşəkkür edirəm hər birinizə. Ümid edirəm ki, bugünkü mövzularımız hər kəs üçün aydın və rahat mövzular olmuşdur. Yəni, bacardığım qədər sizlərə hər bir hissəni xırdalamağa çalışıram. Növbəti dərslərimizdə görüşənədək.